Hər kəsi salamlayıram, xoş gördük. Deməli, əziz abituriyentlər, bu video izahımız DİM 20 sınaq testindən birinci qruplar üçün olan sınaq 1-in izahlarını verəcəm. Hər birinizə uğurlar arzulayıram. Xüsusilə də ikinci şans imtahanına hazırlaşan hər bir şagirdə uğurlar arzulayıram. Bu birinci imtahanda, yəni əsas imtahanda hər hansı bir, belə deyim, keçirdiyiniz hər hansı bir uğursuzluq elə həmin imtahanda qalsın. İnşallah ikinci şans imtahanında istədiyiniz nəticəni əldə eləyəsiniz. Hər birinizə uğurlar arzulayıram. Kanala abunə olmağı unutmayaq. Deməli şagirdlər, birinci sual belədir. Çevrədir, 2 dənə çevrədir. Daxildən toxunan. AT hər iki çevrə üçün ortaq toxunandır. Deməli, burada toxunan və kəsənlər var, fikir verin. Və bizə buranı AB 6 verib, BS 2 verib, CD 4 verib, buranı da verməyib. Burada X olsun. İndi böyük çevrəyə baxın. AT-nin kvadratı bərabərdir. Çevrəyə qədər hissə, yəni 6 vur bütöv hissə. Bütöv hissədə 8, bu da 4, 12 plus x-dir. Bir də kiçik çevrəyə fikir versəniz, yenə AT toxunandır, AT-nin kvadratı. Çevrəyə qədər hissə artıq 8-dir, fikir verin, AC-dir. Çevrəyə qədər hissə 8 vurulsun, bütöv hissə də bura qədərdir də. Baxın, buradan ta ki bura qədərdir. 8 vurulsun 12. 12. İndi bu AT-lər ortaq toxunanlar olduğu üçün bunları bir-birinə bərabər eləsək, olur 96 bərabərdir 6 vur 12 plus x. Buradan 16 bərabərdir, bununla bunu ixtisar elədim. 12 plus x, x də buradan alınacaq 4. Bizdən D-yə soruşulur, elə 4. İkinci sual. 3-də 2 hissəsi ilə 7-də 3 hissəsinin fərqi 10 olan ədədin. Deməli, bir x ədədi var, onun 3-də 2-sindən 7-də 3-ünü çıxsaz 10 alasınız. Bunu da hesablayıram, 21-də 14x çıx 9x bərabərdir 10. Buradan 5x bərabərdir 21 vur 10. X də bərabərdir 105. Daha doğrusu 105 yox, 105 yox. Bundan bu ixtisar gedəndə 2, 42. İndi bunun 6-dan 5-ini tap deyir. 6-da 5-ini də tapsaz, ixtisar eləyin 35. D variantı. Üçüncü sual. Hasilin ən kiçik qiyməti lazımdır bizə. Sual 3-də. Deməli, bu 200-dür. Təklik onluq. Üstəgəl 10A-dır. Üstəgəl 1B. Üstəgəl bir dənə 100 var. 10B var. Bir dənə də A var. Bu eləyir 300 üzərinə gəl 11A üzərinə gəl 11B. Düzdür şagirdlər. Və bərabərdir 27-ni də çarpaz vursaq bizə sərf edir 20 dənə baxaq. Çarpaz burada 27A üzərinə gəl 27B, bir də üzərinə gəl 80 108. İndi burada 27-dən 11A çıxanda 16A çıx, daha doğrusu üstəgəl 16B, sağa keçirdim bunları. 300-dən də 108 çıxanda qalır 202. Daha doğrusu 202 yox, 192. Buradan A üstəgəl B bərabərdir 192-ni bölürəm 16-ya. Görək bölünür. Bir dəfə 16, 16, 3, 32-də 2, elədi 12. 12. İndi A üstəgəl B cəmi 12-dir. Hasilin ən kiçik qiyməti. Hasil ən kiçik olmaq üçün ədədlər mümkün qədər bir-birindən uzaq yerləşməlidir. Məsələn, belə 11 ilə 1 ola bilər, 10 ilə 2 ola bilər, 9 ilə 3 ola bilər. Baxın, ən uzaq məsafədə
ədədlər 11 ilə 1-dir. Yəni cəmi 12 olan. Yəni bu da hasili ən kiçik 11 olar. Ən böyük soruşsaydı ədədlər mümkün qədər bir-birinə yaxın olmalıdırlar. Yəni 6 ilə 6 12 eləyir, hasildə 36 eləyir, ən böyük hasil. Bizdən amma ən kiçik soruşur. Bu 3 idi. Dördüncü suala baxaq. Deməli, AD Dİ'yə bərabərdir. AD bura, Dİ buna bərabər. O da Sİ'yə bərabərdir. BAD 57'dir. Bura 57'dir şagirdlər. İndi bizdən ADY'ni soruşur. ADY. Bu bucağı bizdən soruşur. Başqa rənglə göstərək. Baxın, bu bucağı bizdən soruşur. Burada buna bir, tutaq ki, bir alfa deyirəm. Baxın, bu bucağa alfa deyirəm. Deməli, bura fikir verin 57 plus alfa oldu. Onda bu bucaq, yəni bucaq C olmalıdır 123 minus alfa. Çünki ikisi daxili bir tərəfli olduğu üçün cəmi 180 olmalıdır. Onda şagirdlər bu D bucağı da bərabər yanlı olduğu üçün elə 123 çıx alfadır. İndi baxın AD'yə üçbucağına. AD'yə üçbucağında AD Dİ'yə bərabər olduğu üçün oturacağa bitişik bu alfa da bərabər olmalıdır. İndi Y bucağı, burada fikir verin, xarici bucaq alfa özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabər. Yəni 123 çıx alfa ilə 123 çıx alfanın cəminə bərabər. Buradan 3 alfa bərabərdir 2 vur 123. Alfa da bərabərdir. Deməli 41 vur 2 82. Alfa 82'dir. Bizdən ADY'ni soruşur. ADY. İndi 82 üstəgəl 82 yazsaq eləyər 164. 180'dən çıxsaq da baxın bu bucaq qalar bizə. Bu burada içəridəki bucaq. Bu bucağı da tapa bilirik. O da eləyir 16. Cavab B variantı. 5. İfadələrdən hansı, deməli, daha doğrusu A və B müsbət həqiqi ədədləri üçün AB 36 olarsa, hansı ifadələr həmişə doğrudur? AB 36 olarsa, A plus B cəminin ən kiçik qiyməti 12 olar. Deməli, həmişə doğrudur. A plus B cəminin ən kiçik qiyməti 12 olar deyir. Belə deyək, cəmi 12 olan ədəd götürsək, dedik ki, hasil 36 bu vaxt ola bilər ki, 6 ilə 6'nın cəmi 12 eləyir, hasili də 36 eləyə bilər. Hasili 36 eləyər. Cəmi 12 eləyir. Və ən kiçik qiymətdə 11 və 1 olduğu üçün cəmin ən kiçik qiyməti də olacaq 12. Ədədlər bir-birindən daha uzaqda yerləşdiyi üçün. Yəni 1 olar. 1'i götürərəm. 2. A irrasional ədəd, B deməli hər iki irrasional ədəd olmalıdır. Həmişə doğrudur. Deməli, müsbət həqiqi ədədləri üçün. Belə fikirləşək də, A irrasional ədəddirsə, təbii ki, B də irrasional olmalıdır ki, irrasionalla irrasionalın hasilini biz rasional edə bilək. Yəni 36 olsun. Məsələn, belə də alfaya deyərəm kök 37 minus 1, betaya deyərəm kök 37 plus 1. İndi bunların hasilinə fikir verin, qalır 36. Yəni bu da həmişə olmalıdır. 1, 2, 3'ü yoxlayaq. Rasional ədəd olarsa bir irrasional ədəd ola bilər. Fikir verin, hasili natural ədəddir. Yəni biri rasionaldırsa, o birisi mütləq irrasional olmalıdır. Daha doğrusu hər ikisi irrasional olmalıdır. Biri rasional olub, digəri irrasional olsa hasilimiz 36 olmaz. Bu yanlışdır. Həmişə doğrudur. 1, 3. ABC 6. Vahiddən fərqli natural ədədlərdir. İfadəsinin qiymətini deyir tapın. Vahiddən fərqli natural ədədlərdir. Deməli, onda bu A-dır, B-dir, C-dir, fərqlidir 1, unutmuruq. 51, 1 vur 51 ola bilər və bir də 3 vur 17 ola bilər. Deməli, 3 vur 17'dir o zaman. 221'də
Görək 17-yə bölünəcəkmi? 221, 17. Bir də 17, 17. 5, 51-də 3. Bölünür 13. Deməli, bir də 17 vur 13 kimi də yaza bilərəm 221. İndi burada ortaq olan B-dir. Deməli, şagirdlər B 17-dir o zaman. Ortaq olduğu üçün. C 13-dür. A da deməli 3-dür də. İndi 2A-nı soruşur. 2A 6, üstə gəl 3B 51, çıx C 13. 57-dən 13 çıxırıq 44 cavabı B variantı. Parçası üzərində B və C nöqtələri qeyd edilmişdir. AB, BC, CD 2K, BC 3K, CD 5K. AB və CD parçaların orta nöqtələri arasındakı məsafə AB-nin ortasından CD-nin ortasına qədər, yəni bura qədər məsafə 26-dır. O zaman yazırıq bunu belə. K üzərinə gəl 3K, üzərinə gəl 2,5K bərabərdir 26-ya. Elədi neçə? 4, bu da 6,5K bərabərdir 26-ya. K da bərabərdir 260 böl 65. Bu da 4 dəfə düşür. K 4-dür. AD parçası da 8, 10K-dır. 4-ə vuraram 40 eləyər. Növbəti 8. Deyir ki, düzbucaqlı torpaq sahəsinin perimetri boyunca tüm küçük nöqtələri daxil olmaqla bərabər məsafədə işıq dirəyi basılmalıdır. Qonşu dirəklər arasında məsafə ən böyük olmaqla neçə dirək lazımdır? Deməli, dirəklər bastırırıq və məsafəni də eni 48, bura 48-dir, bura 56-dır. İndi dirəklər bastıranda deməli, birini bura bastırdım, da ki, birini bura bastırıramsa, bu məsafə ən böyük olmalıdır. İndi elədirsə əgər 48 ilə 56-ya ən böyük ölçü tapırıq, yəni məsafə tapırıq. Bu da əbobdur. Bunların əbobları da 8-dir. Deməli, buradan neçə alınır? 8 alınır. Deməli, 8 alınırsa, 8, əbob 8, yəni hər dirək arasındakı məsafə deyək ki, 8 metrdir. Bərabər və ən çox. İndi deyir, neçə dirək lazımdır? Perimetri boyunca əkilirsə, deməli, siz bu perimetrini, baxın, bu perimetrini elə əboba bölürsünüz. Sayını tapmış oluruq. Bu perimetri necə tapılır? 2 vurulsun, 48 üstə gəl 56-nı bölün 8. 8 ilə 2 ixtisar edin 4. 48 4-ə bölün 12. 56-nı 4-ə bölsəz qalar 14. Yəni 26 dirək lazımdır. Mərkəzi o nöqtəsində olan çevrədə ABC daxili bucaqdır, 130 dərəcədir. Bura 130 verib. Radius 9-dur. Çevrənin radiusu 9-dur, bu da 9-dur. ABC qövsünün uzunluğunu soruşur. ABC qövsünün uzunluğu. İndi bura 130-dursa şagirdlər, bura söykəndiyi üçün bu 260-dır. Çünki cəmi, daha doğrusu daxilə çəkilmiş bucaq söykənən qövsün yarısıdır. Oraya 260-dırsa, o zaman belə çıxır ki, bu qövs var, bu qövsün uzunluğu 100 dərəcədir. 100 dərəcə. Onda bu da mərkəzi bucaqdır, o da 100 dərəcədir. İndi bunu işləyirik belə. Pi, R, alfa böl 180 düsturu ilə. Pi verilməyibdir, qalsın. R 9-dur, alfa da 100 dərəcədir. Bölünsün 180. Bunları ixtisar elədim. 9'a böldüm 2, bu 1, 5 pi. Cavabım oldu 5 pi. Növbəti deyir, belə olarsa bunu sadələşdirmək lazımdır. A 0-dan kiçik, B-dən 0 B-dən kiçik. Məsələn, buna mənfi 1 deyin, buna 1 deyin, buna da 2. A çıx B. Təbii ki, mənfidir. Ona görə yerlərini dəyişib çıxardıram. Yerlərini dəyişib çıxardım. B çıxar. Ya qarşıya mənfi atardım. Üzərinə gəl. C çıx B. C 2-dir. B də 1-dir. Müsbətdə olduğu kimi çıxır. Qalır C çıx B. Burada B'lər ixtisar gedər. Qalar C çıx A. C çıx A. Şagirdlər, indi bunun ardı da var təbii ki, deyəsən burada PDF-də düşməyibdir.
Baxın, bu hissəni görə bilmirəm. Buna uyğun cavab da görə bilmirəm artıq. Burada nə yazılıbdırsa, yəni əgər nə varsa belə, burada PDF-də görsənmir. Bu şərt daxilində işləyəcəksiniz və oxşar toplananları islah edəcəksiniz. 11 ifadəsinin qiymətini hesablayın deyir. Deməli, bundan bunu çıxmaq lazımdır əvvəlcə. Çıxsam qalır 6 tam 6-da 4 6-ı 3-ə böldüm 2, 2, 4 çıx 5. Bunu da çıxmaq üçün bir vahid götürdüm 5 tam 6-da 10 çıx 5, 5. 6-ın üstə 4 gəlib 5 çıxdım. İndi vur olsun. 3 tam 99'da 45'ti bu. 99'da 45. 9'a ixtisar 11'də 5. Çıx 3 tam 11'də 2. Qalar 11'də 3. İndi bunu buna vurmaq lazımdır. 11'də 3'ə vurmalıyam. Vursam nə olur? 6'da 33 vur 11'də 3. Bundan bu getdi 2, bundan da bu getdi 3. Cavab qaldı 2'də 3. 2'də 3. Sonra aşağını da hesablasam 2 tam 11'də 3 çıx 2 tam 44'də 7. Buradan da bərabərdir 0 tam 44'də 12 çıx 7. Qaldı 44'də 5. İndi bunu buna bölməliyəm. 2'də 3'ü 2'də 3 vurulsun 5'də 44. Aldı bu şəkildə. Belə bir cavab görsənmir. Burada hardasa səhv eləmişik. Harada səhv etdik. Deməli, yuxarıdan başlayıram yoxlamağa. Bura kimi düz. 6 tam 6'da 5'i 11'də 3'ə vurmalıyam. Burada səhv eləmişik də. Baxın, 6'da 5'i 6'da 33 yazmışıq. 6'da 35 edir axı. 6'da 35 vur 11'də 3. Bundan bu geçsin. Qalsın burada 2. Bu da geçsin. Qalsın 22'də 35. Aşağıda bu düzdür də. İndi mən 22'də 35'i vururam 5'də 44'ə. Bundan bu gedir 2. Bundan da bu gedir 7. Cavab verir 14. Sonra növbəti sual 12'dir. Mərkəzi O nöqtəsində olan çevrədə toxunanlardır. DF 3'dür. Bura DF'dir 3'dür. Onda bu BD də 3'dür. Bir nöqtədən çevrəyə çəkilən toxunanlardır. İndi bura x desəm, bunda bura da x-dir. Bir nöqtədən çəkilmiş toxunanlar olduğu üçün perimetri də ADY üçbucağının perimetri 24 olarsa AC-ni soruşur. İndi bura bir deyək ki bir y deyirəm. Bir nöqtədən çəkildiyi üçün bu 3 üstəgəl y bərabər olmalıdır. Bura bir k desəm x üstəgəl k-ya. Düzdürmü şagirdlər? İndi buradan k-nı tapın. K nəyə bərabərdir? 3 üstəgəl y çıx x-a. Gətirib yerinə qoyuram. 3 üstəgəl y çıxılsın x-a. İndi üçbucağın perimetri verir burada. Perimetrini tapsam 3 üstəgəl x üstəgəl y üstəgəl 3 üstəgəl y çıx x bərabərdir 24. Buradan x-lar gedər. 2y üstəgəl 6 bərabərdir 24. Y də bərabər 9. Deməli y 9-dursa y 9-dursa biz nə axtarırıq? AC-ni axtarırıq. X-i də tapaq əvvəlcə. O zaman belə edirik. Y 9-dursa indi bu 3 üstəgəl y də bərabərdir x. Deməli heç ona ehtiyac yoxdur ki, elə BA da AC-yə bərabərdir axı. AB bir nöqtədən çəkilən toxunanlardır. Elə bir-birinə bərabərdir. Y 9-dursa, onda bura elədi 12. O zaman o da 12'ye bərabərdir.
C. Kəsr hissəsini soruşur. 13-cü sualda. Kəsr hissə kök 11 çıxılsın 5. Ümumiyyətlə ədədin kəsrini tapmaq üçün ədədin özündən hər zaman tam hissəni çıxmalısınız. Tam hissəni çıxsaz kəsr hissə qalacaq və yaxud da bunu belə də yaza bilərsiniz. Bu kök 11, bu natural ədədin üstündən xətt çəkin getsin. Bu kök 11 təqribən 3 tam neçəsədir də? Məsələn 3 tam 2-dir. Deməli bu 3 tam 2-dən biz nə çıxmalıyıq sizcə? Nə çıxsaq kəsr qalar sizcə? Təbii ki 3 çıxsaq. Çünki kəsr hissə 0 daxildir, 1 daxil deyil aralığında yerləşir. Cavabımız olacaq nə? Kök 11 çıxılsın 3. Alındı kəsr hissəmiz. Yəni A. 14. Kəsirlərindən sonlu onlu şəklində göstərilə bilən kəsirlərin sayı bilməyən kəsirlərin sayından neçə dəfə azdır? Bu bilənlərin sayı bilməyənlərin sayından neçə dəfə azdır? Görək neçə dəfə az olacaq. Daha doğrusu bilməyənləri bilənlərə bölmək lazımdır. Fərq eləməz. İndi baxacağıq. Bilənlərin sayı nə qədərdir? Deyək ki, bu işarə qoyuram. Sonlu onluq kəsr şəklində göstərilə bilənlər də bunlar. Və yaxud da bunu yazaq bilənlər. Görək neçə dənədir? Sonlu nə idi? Məxrəc əvvəlcə ixtisar eləyirsiniz kəsri. İxtisar elədikdən sonra ixtisar getməyinə qədər. Məxrəcdəki ədədin bölənləri 2 və 5-lərdən ibarət olmalıdır. Deməli, bu yarıyır. Bir dənə 15-də 3 ixtisar gedir. Görürsünüz, 5-də 1 qalır. Hə, bu da göstərilə bilər. Amma 18-də 7 ixtisar getmir. Orada 3 var, o sonlu deyil. İkisi 12-də də 3 var, o da yaramır. 128 yalnız 2-lərdir. 3 dənəsi oldu. 96 da 9-la ixtisar gedir orada 3-ə. Qalır yuxarıda 3. Burada da qalır 32. Yəni bu da ola bilər. Oldu 4 dənə. Deməli, göstərilə bilənlərin sayı göstərilə bilməyənlərin sayından neçə dəfə azdır? Axı burada sonlu onluq kəsr şəklində göstərilənlər 4 dənədir. Az deyil. Gərək nə qədər çoxdur desə doğru olardı. Bilməyənlərdə 2 dənədir də hansılar oldu? Biri bu oldu. Göstərilə bilməyənlər. Biri budur. Biri budur. Başqa yoxdur. Qalanları göstərə bilirik. Yəni bu 4 dənəni 2-yə böldüm. Cavab oldu 2. Biraz şərtini düz qoymayıblar. Bilməyənlərin sayı, bilənlərin sayından nə qədər az desələr, hə, indi doğru olardı. 15-ci sual, sual 15. 100 müxtəlif həqiqi ədədin cəmi S-dir. İndi 100 dənə ədəd var, indi onları yazmaq ehtiyac yoxdur. Onların cəmi S-dir, deməli S cəm 100 dənə. 100 dənə. Bir bunun cəmi S-dir. İndi bu ədədlərin hər birini 3 vaid azaldanda, elə bir bu S özü də cəmini hər birini 3 vaid azaldanda, hər bir ədəd 3 vaid azalırsa, 100 ədəd 300 vahid azalar. İndi bunu da deyir 4-ə vurduqda, vururam 4-ə. Elə bizdən bunu soruşur. 16. AB və BC vətərləri kongruentdir. Aydındır. Onda vətərlər bərabərdirsə ANB, hə, AB və BC vətəri bərabər. Onda vətərlər bərabərdirsə, vətərin çevrədən ayırdığı qövslər də bərabərdir. Onda 2x plus 35 və mərkəzdən vətərə qədər məsafələr də bərabərdir. Hansı ki, o məsafə vətəri yarıya bölür. 6x minus 85. Buradan 4x bərabərdir. 110, 120, 80, 30, 110, 100. X də buradan elədi 30. AKS qövsünü soruşur. Bura 30. İndi bu 2 vur 30. 60. Bu da 35. 95. Onda bu da 95. Elədi mi? 190. 360'dan da 190'a çıxsaz, qalar 170. C variantı. Növbəti 17-yə baxıram. A ədədi C ədədinin 8-də 3 hissəsinə. A bərabərdir 8-də 3 C. C ədədi
B ədədinin 12-də 5-inə. C bərabərdir 12-də 5 B. A ədədi B ədədinin hansı hissəsini təşkil edir? Elə A bölü B-ni soruşur sizdən. Burada indi belə yazın, belə yazın. 8A bərabərdir 3C-yə. 5B bərabərdir 12C-yə. İndi fikir verin. Bunu 4-ə vururam hər tərəfini. 32A bərabərdir 12C. Bunu 4-ə vurdum hər tərəfini. Burada 5B bərabərdir 12C. Bunlar bir-birinə bərabər oluşub. Bunları da bir-birinə bərabər eləyirəm. Qalırmı? 32A bərabərdir 5B-yə. Buradan da bura 32 yazmalıyam. Bura 5 çarpı az vuranda ödəsin. Cavab elədi 32-də 5. Yəni D. 18-ci sual. Deyir ki, A və B düz xətləri K nöqtəsində kəsirlər. AKB 50 dərəcədir. AKB bura 50 dərəcədir. BKD və SKD bucaqlarının tənbölənləri arasındakı deməli BKD bucağının tənböləni BKD bu bucağın tənböləni ilə SKD bu bucağın tənböləni arasındakı bu bucağı bizdən soruşur. İndi belə eləyək də bunu biz. Belə eləyək. Mən bu bucağa, baxın bura, da ki bir alfa desəydim bütöv, burada bir beta desəydim, yazmalıydım mı? Alfa üstəgəl beta bərabərdir 130-a. İndi məndən alfa böl 2 üstəgəl beta böl 2-ni soruşur. Çünki hər biri yarıya bölünür axırda. Buradan da 130-un yarısını soruşur. Yəni 65C. Sonuncu rəqəmini deyir tapın. Tapaq. 19-cu sualdır. Bunu belə eləyəsiniz. Baxın. Bu 803 üstü. Deyir ki 803. Biraz olimpiyada tipli sualdır. Bax, bunu belə yazırsınız. Deyək ki, 803. Bu 803 yazmıram. Bu 3 yazıram. Əsas məsələ baxırdakı 3'dür. Bu 3 üstü 1. Bilirsiniz ki, 3 ilə qutarır. 3 üstü 2. 9 ilə qutarır. 3 üzəri 3. 7 ilə qutarır. 27. 3 üzəri 4. 81 eləyir. 1 ilə qutarır. 3 üzəri 5. Deməli 3 ilə qutaracaq, düzdür axı. Fikir verin, hər 4 dənədən bir təkrarlanır. Təzədən 3, təzədən 9 bu formada. İndi bu 803-ü, qüvvətdəki 803-ü bölürsüz bu perioda 4-ə. Eləyir neçə? 200. 200-ü 4-ə vuranda 800 eləyər. Qalıq qalar 3. İndi qalıqları sayırsınız. Baxın, bu 1, bu 2, bu da 3. Bu da 3. Üçüncü qaldı. Neçə qaldı? 7. Deməli, sonu 7 ilə qutaracaqmış. Qalıq 3 qaldığı üçün üçüncüsünə baxırsınız. Deməli, 7 ilə qutarmalı. Əgər qalıq qalmasa, 1 ilə qutaracaq. Qalıq 2 qalsa, 9 ilə qutarır. Qalıq 1 qalsa, 3 ilə qutarır. Qalıq qalmasa, 1 ilə qutarır. Bax, diqqətli olun. Sonu 7 ilə qutardı. Bunun sonu, yəni bu ədədin sonu nədirsə bilmirik. Hesablamırıq biz onu. Əsas odur ki, sonu 7-dir. İndi keçirəm 900, 8 üstü. 908-də də şagirdlər. 8-ə baxaq da. 8 üstü 1. Gəlin belə eləyək. 900, 8 üstü 908. İndi bu 8 üstü 1 dedik ki 8'dir sonu. 8 üstü 2 ona daha doğrusu 64'tü. 4 ilə qutarır. 8 üstü 3. Deməli 64 vur 8 32 axırı 2 ilə qutarır. 8 üstü 4. 2 dəfə 8 deməli axırı 2 ilə qutaran ədəd 8-ə vuranda axırı 6 ilə qutarır. 8 üstü 5 desək 6 vur 8 48 8 ilə qutarır. Görürsünüz bu da hər 4 dənədən bir dövr edir. Onda bu yuxarıdakı dərəcə 908 var. Baxın bunu nəzərdə tuturam. Bunu bölürəm mən neçəyə? 4-ə. İndi
Gör bu tam bölünəcək deyəsən. 90-da 4. 9-a 4, 2 dəvə 4, 8. Bir 10-da 2 dəvə 4, 8. 2, 28-də də 7 dəvə 227 gördünüz. Qalıq qalmadı. Dedi ki, qalıq qalmadısa şagirdlər, bu 6 ilə qutaracaq axırı. Qalıq 1 qalsa 8 ilə qutarar. Qalıq 2 qalsa 4 ilə, 3 qalsa 2 ilə, qalıq qalmasa 6 ilə. Deməli, bunun da sonu necədir bilmirik. Əsas odur ki, axırı 6 ilə qutarır. Deməli, 6 ilə qutaran ədəd, bir də 7 ilə qutaran ədəd eləyir 42, sonu 2 ilə qutarar. Cavab oldu B. Davam edək 20-ci sualla. Sual 20. Şəkili çəkəcəm. Qırmızı göz yorur. Başqa ağ rənglə çəkək. Deməli, çevrəyə bir nöqtədən bir kəsən, bir də bu mərkəzdən keçibdir. Digər kəsən çəkilib. A nöqtəsindən. Bura C-dir, bura B-dir. Bu BC vətəridir. İndi bir dənə də CD var. Bura çəkilib CD. Və bura mərkəzdir, odur. Deməli, AD CO-ya bərabərdir. CO R-dirsə, AD də R-dir. Çevrənin radiuslarıdır bunlar. Belə eləyək. Bu da R-dir, bu da R-dir. İndi ACD 12-dir. ACD bura 12 dərəcədir. 12 dərəcədir. Bu da R-dir. 12 dərəcədir. Məndən nə soruşur? BCD-ni soruşur. BCD. Bu bucağı bizdən soruşur deməli buradakı. Baxın bu bucaq. Deməli mən buradan bir dənə bura bir xətt çəkərəm. Çəkdim. Diqqətlə baxın. Belə bir radius çəkdim. Fikir verin. Deməli şagirdlər, bura 12-dirsə, onda bura da 12-dir də. Onda burada üçbucağın xarici bucağıdır 24'dür. Düzdürmü? 24'dür. İndi OD axı AD-yə bərabərdir. Bu da radiusdur da, çevrənin radiusudur. Onda o bərabər yanlı üçbucaq olduğu üçün ODA üçbucağı. Ora 24'dürsə, burada 24'dür. İndi burada 24'dür. İndi bizə nə lazımdır? Diqqətlə baxaq. Diqqətlə baxaq. Başqa nə var? Bura 24'dürsə, mərkəzi bucaq söykənin qövsə bərabərdir. Bu da 24'dür. Bu da 24'dür. İndi burada bir x desək, bu çöldəki iki kəsənin xassəsinə görə 24 bərabərdir. X çıx 24 bölünsün 2. CB qövsündən bura nədir? Da ki, bura bir K deyək da ki, DK qövsünü çıxıb yarıya bölürük. Bu da elədimi? 48 bərabərdir. X çıx 24. X də bərabərdir 72. Deməli, bu 72-dir. İndi bura 72-dirsə şagirdlər, siz buranı tapa bilirsiniz artıq. Daxilə çəkildiyi üçün 36-dır. Bu da hazır. Buranı da tapdınız. İndi bu B bucağını baxın tapa bilirsiniz. Baxın bu B bucağı tapılır. Hardan tapılır? B bucağı fikir verin hara söykənib. Baxın hara söykənib. Ştrixləyirəm bunu. Bəlkə daha da asan yolu var, amma bu yol ağlıma gəldi. Baxın bura söykənibdir. 180 üstəgəl 24-ə söykənib. Yəni B bucaq B bərabərdir söykəndiyi qövsün yarısına. Yəni bunun yarısına. Buradan da 90 üstəgəl 12 qalır da. Yəni 102 eləyir. Deməli burada 102-dir. 102. İndi üçbucağın 3-cü daxili bucağı olan bu sual işarəsini tapa bilirik. Nə edirəm? 36 üzərinə gəlir 102. Bir də üstəgəl bu sual işarəsi. Biz bunu axtarıq. Bərabərdir 180. Eləyir burada neçə? Həmin o bizim axtardığımız bucaq alınır. 180 çıxılsın. Deməli 138
8. Buradan da qalır 42. Yəni cavabımız olur buradan 42. Maraqlı sualdır. Davam edirəm 21-ci sualla. Elementləri həqiqi ədədlərdən təşkil olunmur. A çoxluğunun irrasional ədədlər çoxluğuna daxil olmayan 5 elementi, rasional ədədlər çoxluğuna daxil olmayan 3 elementi və natural ədədlər çoxluğuna daxil olmayan 4 elementi olarsa hansı ifadələr həmişə doğrudur? Elementləri həqiqi ədədlərdən təşkil olunmuş A çoxluğunun. Tutaq ki, bir A çoxluğu var. Deyir ki, bu çoxluğun irrasional ədədlər çoxluğuna daxil olmayan 5 elementi. İrrasionala daxil deyilsə, rasional ədədlər çoxluğuna daxil olmayan 3, natural ədədlər çoxluğuna daxil olmayan 4 elementi varsa, deməli, çoxluğunun irrasional ədədlər çoxluğuna daxil olmayan, rasional ədədlər çoxluğuna daxil olmayan, bax şagirdlər, bunu belə edək də. Bunu belə edək. Tutaq ki, bizə bir A çoxluğu verilib. A çoxluğu. Deyir ki, A çoxluğunun rasional ədədlər çoxluğuna daxil olmayan, ümumiyyətlə, həqiqi ədədlər çoxluğu rasional, bir də irrasional olaraq 2 hissəyə bölürük. Biz bunu böldük. Deyək ki, bu rasionaldır. Baxın, bu rasionaldır. Deyək ki, bu da irrasionaldır. Bu olsun Q rasional, bu da olsun I irrasional. İndi A çoxluğunun irrasional ədədlər çoxluğuna daxil olmayan 5 elementi var. İrrasionala daxil deyilsə, deməli bu rasionaldır artıq. 5 dənəsi bunundur. Rasional ədədlər çoxluğuna daxil olmayan 3 elementi var. Deməli, rasional deyilsə, artıq birbaşa irrasionaldır. Bu oldu 3 dənəsi irrasional. Aydındır da bu hissə. 3 dənəsi irrasionaldır. Və natural ədədlər çoxluğuna daxil olmayan natural ədədlər, deyək ki, burada bir dənə də natural ədədlər var. Bu olsun n. Natural, çünki bunun içində niyə yazdım? Çünki natural ədədlər zaten rasional ədədlərin daxilində var, ona görə. Alt çoxluğu da bunun. Və bizə də deyir ki, natural ədədlər çoxluğuna daxil olmayan 4 elementi var. Natural ədədlərə daxil olmayan 4 elementdən 3 dənəsi buradadır. Bax, fikir verin. İrrasionalın içərisindədir. Onda şagirdlər. Bir dənəsi də buradadır da. Yəni, yalnız Q-yə aid olan hissədədir. Bax, bir də təkrar edirəm. Deyir ki, natural ədədlər çoxluğuna daxil olmayan 4 element. Deməli, natural ədədlərə daxil olmayan 4 elementin 3-ü irrasional qalır, biri. Biri də yalnız rasionaldır. Axı, rasional ədəd mənfi də ola bilər. Ona görə biri buradadır. Onda belə çıxır ki, natural ədədlərin, yəni bu 5 dənə Q rasional olan var, onun 4 dənəsi sırf natural ədədiymiş. Baxın, bu deməkdir. Əsas hissə burada qarışdırıcı hissə budur. Buranı başa düşmək biraz çətindir. Baxın, bir də deyirəm o hissəni. Natural ədədlər çoxluğuna daxil olmayan. Natural ədədlərə daxil olmayanın 3-ü irrasionaldır. Biri də, baxın, bu ağla işarələmişəm, fikir verin. Bax, bu biri də yalnız rasional olandır. Axı, rasionalın içində mənfi ədəd də var. Ona görə olur 4 dənəsi. Bu 5 dənə rasionalın da bir dənəsi burada var. Deməli, naturala 4 dənəsi qalır da. Axı, natural ədədlər rasional ədədlər çoxluğunun alt çoxluğudur. Ona görə. Yalnız natural ədədlərin sayı da olur 4 dənə. İndi A çoxluğunun 8 elementi var. Sayaq. 4, 3, 7, 1, 8. Bu doğrudur. 9 elementi var. Yanlışdır. Çoxluğun elementlərindən 3-ü naturaldır. Yanlışdır, səhv deyir. 4-ü naturaldır. Bəli, doğrudur. 3-ü irrasionaldır. Bu da doğrudur. 4-ü irrasionaldır. Xeyr, yanlışdır. Aldıq hansı? 1, 4 və 5. Yəni A variantı. Belə bir maraqlı sualdır da. 22. Uyğun tərəfləri paralel olan bucaqlardan birinin 40%, digərinin yarısına bərabərdir. Uyğun tərəfləri paralel olan, tutaq ki, 2 dənə alfa, beta bucaqları var. Eyni adlıdırsa bir-birinə bərabərdir. Müxtəlif adlıdırsa cəmi 180. Birinin 40%, yəni 0,4 alfa, digərinin yarısına bərabərdir. Yəni 0,5 beta deyib bərabərdir. Ona vursaz 4 alfa bərabərdir 5 beta. İndi buradan alfa alınır 5K, beta alınır 4K.
Toplayıb 180-ə bərabər eləsəm k buradan 20 alınar. Kiçiyinin dərəcə ölçüsü də 80 alınar. Y variantı. 23. A-nın neçə mənfi tam qiymətində ifadəsi tam qiymət alar. Neçə mənfi tam qiymətində və ifadəsi tam qiymət alar. Bunu yazsaq belə 6A üzərinə gəl. Deməli 10 üstə gəl 8 bölünsün 3A plus 5. Bunu buna bölmək olur da. Buradan kəsir ayırsam, baxın bunu buna bölürəm. Kəsir ayırsam qalırmı? 2 üzərinə gəl 8 bölünsün 3A plus 5. Neçə mənfi qiymətində ifadəsi tam qiymət alar. İndi burada tam qiymət almaq üçün bu 3A plus 5 8-ə bölünməlidir. 8-in bölənləri də 1'dir, 2'dir, 4'dür, 8'dir, mənfi 1'dir, mənfi 2'dir, mənfi 4'dür, mənfi 8'dir. İndi bunu bir-bir yoxlamaq lazımdır. Belə eləyin də bu 3A üstə gəl 5'i da ki 1 k-ya bərabər eləyin. Buradan 3A biz A-nın neçə qiymətini axtarırıq? K-5. A da bərabərdir buradan. K-5 bölünsün 3. İndi baxın bu tapdığınızı qətin buradan yoxlayın. Görün neçə qiymətində ödəyir. 1 yazsam 1 çıx 5. Deməli, mənfi 4 böl 3 A tam ədəd alınmır. Deməli, bu deyil. Baxın, bu deyil. 2-ni yoxlasam 2 çıx 5 mənfi 3 böl 3 mənfi 1. Bəli, ödəyir, fikir verin. Deməli, 1 mənfi 1 oldu. 2 qiyməti yaradı. 4 qiyməti olmur. 8 yazsam müsbət eləyir, olmur. Bunlar olmur şagirdlər. Mənfi 1 yazsam mənfi 2 edir, fikir verin. Mənfi 6 bölü 3 mənfi 2. Bu da oldu. Mənfi 2 yazsam olmur. Mənfi 4 yazsam mənfi 9 böldüm mənfi 3 edir. 8 yazsam da olmur. Var getdi. Deməli 4, 5, 9 mənfi 2 yazsam olmur. Cavab elədi 3 dənəsi. Deməli 2, mənfi 1 və mənfi 4 qiymətlərində bu 3 dənə mənfi qiyməti alar. Cavab oldu 3. 24-cü suala baxıram. Deməli, mərkəzi belə olan nöqtədə bunlar kəsəndir, C-dir və tərdir. AB AY-yə bərabərdir. AB AY-yə bərabərdir, aydındır. Bu da R-dir, bu da R-dir. AY bərabər. BY 12-dir. BY 12-dir. CD vətərinin uzunluğunu soruşur bizdən. Bunun şəklini bir dənə qıraqda çəkim. Baxaq görək bizdən nə istəyir. Deməli, belə bir şəkildir. Mərkəzdən keçməlidir, eləmi? Deməli. Bu formada bir dənə CD verilibdir burada. Deməli, buradan bura CD verilib. CD. Bura A-dır, bura B-dir. Burada Y-dir şagirdlər. Burada çevrənin mərkəzidir. Mənə deyir ki, bura R-dir. R, burada R-dir. AB AY-yə bərabərdir. AB AY-yə bərabərdir. Yəni AB diametri AY-yə bərabər. Onda bərabərdirsə, deyək ki, bu bucaq alfadırsa, bu bucaq da AB AY. Bu da alfa. Çünki oturacağı iki bucaqlar bərabər olmalıdır. İndi şagirdlər, mən buradan bura radiuslar çəksəm, çevrənin radiusunu çəkirəm bura. Bunu bura çəksəm, görək bizə nə verir. Bura alfadırsa, deməli, bu yol bizə nəsə verirmi? Deyək ki, bu da radiusdur, bu da radiusdur. Buradan nəyə gəlib çıxa bilərik şagirdlər? Bir dəqiqə bunu başqa cür
Bunu bir də belə eləyə bilərik də. Diametrə söykənən bucaq xassəsindən istifadə eləsək, baxın, bunu belə eləyirəm. Ta ki, bura bir dənə düz xətt çəkdim, bura AD xəttini çəkdim. Bu D bucağı diametrə söykəndiyi üçün 90 dərəcədir. 90 dərəcədir. 90 dərəcədirsə, indi bir şey də var ki, bu AY axı veribdir AB-yə bərabərdir. Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlükdür, həm də hündürlükdürsə, həm də tənböləndir. Bunda bu bucaqlar bir-birinə bərabərdir. Bərabər yanlı olduğu üçün. Həm də mediandır. Onda mediandırsa, bu BY 12 idi. Buranı 6 tapıram, buranı da 6 tapıram. Söhbət bu tərəflərdən gedir, 6 tapıram. İndi bu fikir verin, görün necə maraqlı sual. Bu A-nın bu beta var, bu beta bucağını gör. Bu beta bucağı bura söykənir. Bu DB qövsü 2 betadır. Qövsün özü 2 betadır. Bu betada fikir versəniz, hara söykənib? CD qövsünə söykənib. CD qövsü də axı 2 beta olacaq. İndi çevrədə bizə nə soruşur? CD-nin soruşur. İndi çevrədə belə bir xassəsə var axı. Çevrədə bərabər qövslər çevrədən bərabər vətərləri ayırır və ya çevrədə bərabər vətərlər çevrədən bərabər qövslər ayırır. Deməli, hər iki qövsün dərəcə ölçüsü 2 beta olduğu üçün aydın məsələdir ki, CD vətəri DB vətərinə bərabər olmalıdır. O da eləyir 6. Həqiqətən qəşəng sualdır. 25-ə baxıram. Bir anlıq bir şeyi görməsək, görürsünüz, misal tapmaq olmur. İmtahanda da belədir, bax. Hər hansı bir nüansı görməyəndə çıxmaq olmur. A və B ardıcıl natural ədədlərdir. Əkob abi, məsələn, imtahanda belə, tutaq ki, belə bir sualla qarşılaşdınız. Yəni, üzərində saatlarla vaxtınızı itirməyin, ötün keçin, sonra yenə qaydarsınız bu sualı. A-bin ardıcıl natural ədədlərdir. Ardıcıl natural ədədlərin dedik ki, əkobları hər zaman onların asilidir. Birini x, birini x plus 1 götürün. Bunu 210 veribdir. Onlar hansı ədədlərdir? Şifahi tapa bilərikmi? X kvadratı plus x minus 210 bərabər 0. Ardıcıl hansı ədəddir? Bir-birinə vuranda ödəyir. 13 vur 14 olmaz. Axırı 0-dan qutarmaq. 14 vur 15. Bu neçə eləyir? 140. Bu da 70. 210. Deməli 14 ilə 15 imiş də. Diskriminatı işləsəz də tapasınız zaten. İndi deməli x-unda 14-dür. 14-dür ki, 14 üstə bir gələndə 15 eləyib bir-birinə vuram. İndi 2AB ardıcıl natural ədədlər. 2 vurulsun. Deməli A 14-dür, B də 15-dir. 2AB sonra üzərinə gəl, 15 vur, əbob. Əbobları ardıcıl natural ədədin əbobları hər zaman 1-dir. Məsələn, 14 ilə 15-in əbobu 1-dir. Yəni, indi bunu da bölməliyəm. A üstə gəl B-yə. A üstə gəl B. Yəni, deməli, 15 vurdu o. Orada nə yazıblar elə? Əkob AB. Hə, belədir, mötərizəyə diqqətlə baxın. Görürsünüz, bu mötərizə artıq burada fərqlidir. Baxın, bura qədər, əbob AB-yə qədər mötərizəni bağlayıblar buradan. Və bölünsün onların cəmi 29. Burada da vur 1 var, bu heç. Deməli, 210, 210, vur 2, üstə gəl 15, bölünsün 29. Bu deyilir 420, 420 üstə gəl 15 böl 29. 435-i də 29-a bölürsünüz. O da neçə eləyər? 435 böl 29. Bir dəfə 29, 29, 4, 145-də də 5. Cavabım elədi 15. 26-cı suala baxıram. Deməli, bunlar paralellərdir. CFM 140-dır, ABY 60-dır. BYD-ni soruşur. BYD buranı soruşur bizdən. İndi bura 140-dırsa, onda bura 40-dır da. Bura 40-dırsa çarpaz olduğu üçün bura da 40-dır. Bura 40-dır. İndi sıra.
İndi bir də D-yə CF-ə paralel verilibdir. Deməli bu ikisi də paraleldirsə, onda bura 40-dırsa, bura da 40-dır. Çünki o da çarpazdır. İndi fikir versəniz 40, 60, onda bu da eləyir 100 də. Çünki belə aldıq da axırda. Baxın belə, belə. Bax bu şəkildə. Bura 60-dır, bura 40-dır. Onda bu çöldəki bucaq dedi ki, həmişə onların cəminə bərabərdir 100 dərəcə. Növbəti 27-ci sualdan davam edək. 1,4 mənfi. Tam hissəsi mənfi 2-dir. Bəli, mənfi ədədlərin tam hissəsi 1 vahid azalır. Bura A olar. Tam hissəsi, kəsr hissəsi 0,6-dır. Bəli, 7. Çünki mənfi 2-nin üzərinə 0,6 gələndə mənfi 1,4 edir. Mənfi 3,6-nın tam hissəsi mənfi 4-dür. C kəsr hissəsi 0,4-dür. Bu da D doğrudur. Bunun da bir dənə nə qaldı? Bir dənə A, Y, bir dənə B qalmış olur da. Buna da bir dənə B qaldı. Tam hissəsi mənfi 3 olar. 28. Bir-birindən fərqli natural ədədlərdir. Əbob belə eləyib verilib. Bu şərti ödəyən neçə AB cütü var? İndi baxın, bu A-ya deyirəm ki 28x, B deyirəm 28y. Çünki bu əbobları 28 olmalı. Toplayıram bunları. 28-i çıxartsam x plus y bərabərdir 336-ya. X plus y də buradan bir dəfə 5, 56, 2, 12. İndi bir-birindən fərqli natural ədədlərdir. Bunu ödəyən neçə AB cütü var? Yəni cəmi 12 olan neçə AB cütü var? İndi fərqli natural ədədlərdir. İndi burada nəyə də fikir vermək lazımdır? Fikir versəniz, bu əbob 28x ilə 28y yazdığımız zaman 28 çıxır buradan. Deməli bu x ilə y qarşılıqlı sadəymiş. İndi bu cəmlər içərisində 1 ilə 11, 12 eləyər. Bu doğrudur. Deməli 1 ilə 11. İndi mən 2 ilə 10 götürə bilmərəm. Çünki 2 ilə 10 axı x ilə y dedik qarşılıqlı sadə olmalıdır. Onu 2 ilə 10 deyil, 3 ilə 9 deyil. Sonra 8 ilə 4 deyil, 7 ilə 5'dir. 6 ilə 6 olmaz, qarşılıqlı sadədir. 5 ilə 7'dir, təkrarlana bilər. Sonra bir də 11 ilə 1'dir də. Yəni təkrarlana da bilər. 4 dənədir. Cavab oldu 4 dənə. Diqqətli olun. Baxın bu x ilə y qarşılıqlı sadə olmalıdır. Qarşılıqlı sadə olmalıdır. Rəqəmləri yerinə də qoya bilərsiniz. Gətirib 28 vur 1, 28 vur 11 yoxlaya bilərsiniz. Bir-birindən fərqli olacaq zaten. 29-cu suala baxıram. Düz xətləri K nöqtəsində kəsirlər. SKY-nin tənbölənidir. Belədir, bu belədir. X plus Y cəmini soruşur. Görə bilmirəm. Burada görməm nə qədər də xət var burada. Deyəm, verilənləri bura köçürüm, yoxsa oradan görə bilməyəcəyik. D düz xətdir. Deməli, SKY-nin tənbölənidir. Tənböləni. BKS bucaq 30 dərəcədir. AKB x çıx 20'dir. Bucaq DKG 3x plus 2x yerləşirmi ki çora? Yerləşmir. DKG bərabərdir 3x plus 2y plus 40'dır. MKP bərabərdir 2y plus 40'dır. X plus y cəmini soruşur. Nəhayət bizdən nəsə soruşur. Axır ki belə bunu soruşur. Qalxaq yuxarı. İndi baxaq görün nə deyir. D SKY-nin tənbölənidir. S axtaraq burada SKY-ni görürükmü ki? SKY D tənbölənidir. Hə. SKY tənbölənidir. Deməli bura alfadırsa, onda bura da alfadır. BKS. Bunu niyə belə veriblər? Deməli SKY-nin tənbölənidir. Aydın məsələdir, yazdıq. BKS 30'dur. B
K S 30'dur. Deməli, bura 30'dur. İndi 30'dur. Sonra AKB x çıx 20'dir. AKB AKB. Bura x çıx 20'dir. Sonra DKB daha doğrusu DKG daha doğrusu DKG bu bucaqda verib bizə 3x üstəgəl 2y üstəgəl 40 DKG. Baxın bu bucaq var ha. Verilib bizə bu qədər. Bura qədəri alfadırsa, onda buranı tapmaq üçün 3x plus 2y plus 40 çıxılsın alfa yazıram. Baxın, bu hissəyə yazmışam. Baxın onu. Baxın, başqa rənglə göstərək. Bu hissə o qədərdir. Alfasını çıxmışam da elə bil ki oradan DKG-ni. İndi fikir versəniz, bu bütöv 180 eləyir. Baxın bu hissəyə baxın. Baxın, diqqətlə fikir verin. Bax, bura qədər bütöv 180'i verir. Baxın, bütöv. İndi mən onları toplasam görək başımıza nə gəlir? X çıx 20, üzərinə gəl 30, üzərinə gəl alfadır da ora 2 alfa plus 3x plus 2y plus 40 çıx alfa bərabərdir 180. Oldu belə. İndi bu alfanın biri gedir, biri getmir. Başqa nəsə unutmuşum. Bir aşağı baxım. MKC. Hə, bir də bu da var da. MKP də 2y plus 40'dır. MKP haradır? MKP burada 2y plus 40'dır. Hə, onda bu alfa ilə qarşılıqlı bucaqdır axı. Onda alfa elə 2y plus 40 olar. Həla. İndi x plus 3x buradan elədi 4x. 4x. 30 ilə 20'ni ixtisar etsə burada 10. 2 alfadan alfa çıxdım, qaldı alfa. Alfanın yerinə yazıram 2y plus 40. Sonra bir də üstəgəl burada deməli burada bir də üstəgəl 40 da var. Buna 80 yazaq. Bərabərdir 180. Bir də burada 2y var. Bunu da 4y edək. Baxın, bildinizdə nə etmək istəyirəm? Bir də deyirəm. Bu x, bu da 3x elədimi? 4x. İndi rəqəmlərə baxın. 20, bu da 30. Nə eləyir? Mənfi 20, 30, 10. Burada da bir 40 var axı. Elədimi? 50. Üzərinə gəl 50. 2 alfadan alfanı çıxdım, qaldı alfa. Bax, bunları ixtisar elədim, qaldı alfa. Alfanın da yerinə 2y plus 40 yazıram. 2y plus 40 yazıram. Axı, burada da 2y var. Ona görə də bu olur 4y. Bərabərdir 180. Onda buradan 4'ü çıxarsam x plus y bərabərdir 90. Bizdən də x plus y soruşur. 22,5. Belə. Bu da belə getdi. 30-cu suala baxıram. Son sualdır. Sual 30. Hə, isbatdır. Mərkəzi O nöqtəsində olan çevrədə AB toxunandır. AC kəsəni BD vətəri ilə K nöqtəsində kəsişir. CD qövsünün uzunluğu DY qövsünün uzunluğuna bərabər. Deməli, bu qövsün uzunluğu bura DY qövsün uzunluğuna bərabərdir. BAC, bucaq BAC, bu bucağın 2 dənə AKD. AKD. Bucağı çıx 180 olduğunu ispat edin. İndi bunu belə eləyək. Deməli, bunlar bərabərdir, bunu bildik. Buna yazın şagirdlər. Buna yazaq x. Buna da yazıram x. Çünki iki vətərlər bərabərdir. Daha doğrusu qövslər bərabərdir. Buraya x. Buraya yazıram. Bura B yazıram. Söhbət qövsdən gedir, B qövsündən. Bu bucağa da C yazıram.
Mən isbat eləməliyəm ki, burada BAC, yəni C bərabərdir 2 vurulsun AKD. 2 vurulsun AKD bucağı lazımdır, həm? AKD bucağı da bu bucaqda AKD çıxılsın 180. Bunu isbat eləməliyəm. İndi nələrə baxıram? Bu AKD bucağı var ha, bu AKD. Şagirdlər, fikir verin. Kəsşən iki vətərə görə uyğun qövslərin, yəni bu AKD bucağı A qövsü ilə X qövsünün cəminin yarısına bərabərdir. İndi gətirib yerinə yazsam, deməli mən isbat eləməliyəm ki, ikilər orada ixtisar gedər, gətirib yuxarıda yerinə yazsam, A üstəgəl X çıx 180. Deməli mən bunu isbat eləməliyəm əslində. İndi dəqiqə, kobud oldu. İndi başqa nəyə baxıram? Hə. İndi baxın bura. Bu AB toxunanı ilə BD kəsəni arasında, daha doğrusu BD vətəri arasındakı bu bucaq dedik ki, toxunan ilə vətər arasındakı bucaq söykənən qövsün yarısıdır. Yəni bucaq B əslində B üstəgəl X bölünsün 2-dir. Düzdür? B üstəgəl X bölü 2-dir. Onda belə çıxır ki, üçbucağın xarici bucağı olan AKD bucağı, yəni A üstəgəl X bölünsün 2, əslində bərabərdir özünə qonşu olmayan iki daxili bucağın cəminə. Yəni bucaq B neçə tapdım? B üstəgəl X bölü 2 ilə C-nin cəminə. Elə deyilmi? Hər tərəfini 2-yə vursam, A üstəgəl X, B üstəgəl X plus 2C. Buradan alıram A bərabərdir B üstəgəl 2C. Doğrudurmu? Bir də A üstəgəl B üstəgəl 2 dənə X çevrənin qövslərin cəmi 360-a bərabərdir. 360-a bərabərdir. İndi deməli mən A ilə X eləmək üçün B olmamalıdır. Buradan B-ni tapıram. A çıx 2C bərabərdir B-yə. Bax, A çıx 2C. Gətirib B-nin yerinə yazıram. A üstəgəl A çıx 2C çıx 2X bərabərdir 360-a. B-nin yerinə yazdım. Alındı bu 2A çıx 2C çıx 2X bərabərdir 360. Hər tərəf 2-yə böl. A çıx C çıx X bərabərdir 180. Mən nə axtarıram? C-ni. C-ni də buradan tapsam, olurmu? Belə. Deməli C-ni sağa keçirim də. A çıx X çıx 180. Haradasa səhv etdimmi? A üstəgəl X almalıyam. Görüm harada səhv yazdım. A üstəgəl X-i. Burada səhv eləmişəm. Fikir verin, baxın, bir dənə diqqətlə ox işarəsi qoyuram. Bura baxın, minus 2X yazmışam. Baxın, plus da orada. Burada da plus olmalıdır. Burada da plus olmalıdır. Burada da plus olmalıdır. Fikir verin, bir dənə diqqətlə baxın. Plus olmalı, mən minus yazmışam. Yəni hər şey doğrudur. Və isbat olundu. Elə bizdən bunu soruşurdu. Yuxarı baxın. Həmin onu soruşurdu. Maraqlı isbatdır. Deməli, toxunan ilə vətər arasındakı bucaqdan yazdıq. Üçbucağın xarici bucağından yazdıq. Bir də çevrənin qövslərin cəmi 360 olur və buradan yazdıq. Belə. Tüm sualların cavablarını verdim. Hər biriniz uğurlar. İkinci sınavda görüşmək ümidi ilə. Sağ olun.